taksi fəaliyyətinə əyləncə naminə, digər məqsədlərlə gələn insanlara görə də taksi sistemində bu gün şərtlər, tələblər sərtləşdirilib. Sonra da digər peşəkar, təcrübəli, halal çörək qazanmağa gələn taksi sürücüləri gileylənirlər ki, niyə görə bu qədər taksi sistemi sərtləşdirilir? Taksi sistemi bax elə belə şəxslərə görə sərtləşdirilir ki, əsl peşəkar taksi sürücüləri rahat işləyə bilsinlər. Çünki belə insanlar taksidə problem yaradırlar və daha sonra taksi sürücülərini gözdən salmağa çalışırlar. Əslində həmin şəxs heç taksi sürücüsü də deyil yəqin ki. Və belə halların qarşısını almaq üçün də qərar çıxarılıb, tələb var. Taksidə istismar olunan nəqliyyat vasitələrinin daxilində video qeydiyyatçı olmalıdır. Taksinin daxilində baş verən bütün hadisələr qeydiyyata alınmalıdır. Bu qərar var, amma təəssüf ki, taksi şirkətləri bu qərara hələ də əməl etmirlər. Taksi şirkətləri öz bildiklərini etməkdə davam edirlər. Yəni bu tələblərə əməl etmirlər. Düşünürəm ki, müvafiq qurumlar bu taksi şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq etməlidir və hətta onların Azərbaycanda fəaliyyətinə son qoymalıdır. Belə hallara rastlaşan vətəndaş təbii ki, Daxili İşlər Nazirliyinin yüksək qaynar xəttinə dərhal məlumat verməlidir. Biz müşahidə edirik ki, əslində heç taksi fəaliyyəti ilə məşğul olmayan şəxslər peyda olub. TikTokda, Instagramda, sosial şəbəkələrdə bunlar güya ki, taksi fəaliyyəti ilə məşğul olurlar. Bilmirəm, bəlkə doğrudan da taksi fəaliyyəti ilə məşğul olurlar və bütün taksidə baş verən hadisələri, əsasən neqativ hadisələri öz səhifələrində paylaşırlar. Və bununla da özləri də taksi sürücülərinə qarşı bir neqativ rəy formalaşdırırlar. Yaxşı olardı ki, müvafiq qurumlar, Daxili İşlər Nazirliyi bu şəxslərlə məşğul olsun. Həmçinin AYNA Yerüstü Nəqliyyat Agentliyi də belə şəxslərlə ciddi məşğul olsunlar. Onların taksi fəaliyyətinə ümumiyyətlə son qoyulsun. Çünki bu insanlar həm cəmiyyətdə qıcıq yaradırlar, həm taksi sürücülərini gözdən salırlar, həm də hətta sərnişinlərin də belə hüquqlarını pozurlar. Belə şəxslər var sosial şəbəkələrdə. Bu şəxslərə qarşı ciddi ölçülər götürülməlidir.